Salam əziz dostlar. Bugün biz yasaklanmış şəkərləri, oyuncaqları sizə araşdırdıq və göstəririk. Bundan əvvəlki videoya 6 baxış gəldi və 1 like'ımız var idi. Onu da özümüz atmışdıq. Yəni belə çıxır ki, heç kim like atmamışdı. 4 abonesimiz var. İnşallah bunu da böyüdərik. İndi videomuza keçməmişdən əvvəl xatırladım ki, bundan əvvəlki videoda Kənan olmamışdı. Amma bu videoda Kənan olacaq. Videonun ortalarında Kənanı görəcəksiniz. Birinci yasaklanmış oyuncağımız ilə başlayırıq. Baxın, bu oyuncaq artıq çox yerdə yoxdur. Yasaklanma nə demək? Bu oyuncaq nə versən ağzına atır. Yəni saçı da versən, barmağı da versən, qəpiyi də versən, kassa kimi yaradılmışdır, amma kassadan başqa hər şeyi yemir. Bu oyuncağın nə versə ağzına soxur. Bəzi yerlərdə satılır. Yasaklanmasının səbəbi bəzi dəcəl qızların saçlarının soxması, bəzi dəcəl oğlanların isə barmaqlarının soxmasıdır. Buna görə də bəzilərinin barmağı çıxıb, bəzilərinin saçları yerindən qopub. Bu qədər əmək eləmişik də, yəqin like atıb abunə olacaqsınız. İkinci yasaklanmış oyuncağımız ilə başlayırıq. Bu bir Barbie'dir. Biraz pis çəkmişəm, amma Barbie'dir. Qarnında da bəbəyi var. Bu oyuncağın adı hamilə Barbie'dir. Bunun yasaklanma səbəbi uşaqların bəzən tərs çevirərək oyuncaq bəbəyi tərs çevirəndə əlləri qanıyıb, əlləri barmaqları çıxıb. Buna görə də çox yerlərdə yasaklanıb adisidir. Adi Barbie'dir. Qarnında heç nə yoxdur. Üçüncü, belə bir turş şəkər olub. Bu oyuncaq deyil, şəkərdir. Baxın, belə bir şəkərdir. Çox təhlükəlidir də. Bu oyuncaq deyil, şəkərdir. Yasaklanma səbəbi isə hətta çox turş olmasıdır. Azərbaycanda nadirən insanların əlində görünür, qardaşımın sinif yoldaşının əlində görmüşdür. Turş olduğundan bəzi insanların dillərinin qabığının soyulmasına səbəb olub, buna görə də satışı çox yerində yoxdur. Demək olar tapmaq mümkün deyil. Dördüncü şəkərimizə keçməmişdən əvvəl Kənanın bizə bir dənə təklifi var. Kənan deyir ki, əgər bunu edirsinizsə, ardında Kənandır. Salam dostlar. Kanala like atıp abone olmağı unutmayın. Like atıp abone olmasanız 700 şans kazanacaksınız. Like'lar gelsin. Hem de like atıp abone olan 10 kişiye 5 manat verəcəyik. Mən yerimə gəlirəm, 4-cü şəkərimizlə başlayırıq. Bu da şəkərlər arasındandır. Bu slime yeyilməli slime'dır. Bu slime'ı yeyirlər. Amma deyə bilərsiniz, bu niyə yasaklanmışdır ki? Yasaklanma səbəbi isə bəzi uşaqlar, dəcəl uşaqlar bunu adi slime-la qarışdırıb adi slime-ı yeyiblər. Sonucu da qızdırmaya və s. kimi xəstəliklərə yol açır. 5-ci şəkərə keçirik. 5-ci şəkər belə idi. 4-cü şəkər bu idi, 5-ci şəkər də budur. Bu bir spreydir. Adi yox, çünki bu da turşdur. Bəzi uşaqlar boğazına bir dəfəyə 10 dəfə vuraraq boğazlarının turşulmağına səbəb olur. Azərbaycanda satılır, amma çox turş deyil. 6-cı və sonuncu. 6-cı isə Almaniyada tapılmayan bir oyuncaqdır. Bu oyuncağın adı Teletubby'dir. Yasaklanma səbəbi hər dəfə qarnına basanda qəribə səslər çıxarır. Buna görə də bəzi uşaqlar yata bilmirlər. Və bu videomuz bu qədər. Biz bu qədər əmək çəkdik və siz də ailənizi sevirsinizsə like atıb abunə olun,
Kenan başka şey dedi ama ailenizi de sevirsiniz. Size like atıp abone olun. Dedi de 10 kişiye 5 manat. Sağ olun, görüşene dek. Bye.